YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənməyi unutmayın. Bu sual noyabrın 23-ü 11-ci siniflərə güvən buraxış imtahanında salınıb. Bir daxili bucağı 172 dərəcə olan düzgün çoxbucağlının tərəflərinin sayı bizdən istənir. Düzgün çoxbucaqlı nə idi? Düzgün çoxbucaqlı o idi ki, bütün tərəfləri və bucaqları eyni olsun. Düzgün çoxbucaqlının bir daxili bucağı bu düsturla tapılır. 180 vur n çıx 2 böl n bərabərdir 172 dərəcə. İndi gəlin bunu həll edək. Məxrəcə bir atıb başlayıram çarpaz vurmağa. Və mötərizəni açıram. 180-i n-ə vuranda 180 n çıxılsın. 180-i 2-yə vururam 360 dərəcə. Bərabər 172-ni n-ə vururam 172 vur n. Sonra nə edəcəyik? N'lər bir tərəfə keçəcək, ədədlər bir tərəfə. Yəni 180 n çıx 172 n bərabər müsbət 360. 8 dənə n bərabər 360. N də bərabər 360-ı 8-ə böləsik. Olur cavab 45.